Salam yoldaşlar, hər birinizi salamlayıram. Deməli, indiki mövzu UEFI və Legacy. Biraz mövzu çox olacaq, amma həm nəzər həm də qısa video kəsitləri ilə görək izah eləsək daha yaxşı olar. Deməli, UEFI və Legacy-dən danışsaq, bu ümumi bir UEFI Legacy nədir desək, ümumi BIOS-dan danışmaq lazımdır bunun üçün. BIOS nədir yoldaşlar? Sistem yükləmə ardıcıllığının təyin olunan sistemin yükləmə ardıcıllığı, sistemin vaxt sinxronizasiyası, daha sonra bunun virtualizasiya, security baxımındakı təhlükəsizliyi, hardware baxımından həm yoxlanılması, həm də ki və s. bunlar BIOS tərəfindən baş verir. Bu BIOS üzərindən dedikdə bizim UEFI və Legacy, yəni BIOS'umuz var. UEFI üzərindən daha vizual üzərindən idarə olunur. Legacy daha çox biz klaviatur üzərindən idarə edirdik. İndi belə fərqli ekranlar olmaq səbəbi bu ilk çıxan BIOS tipləridir. Ancaq tək mouse, tək ox düymələrlə, tablarla yadını dəyişirdi. Amma artıq UEFI-də mouse-dan da istifadə olunur. Ümumi indi danışaq biz ayarlardan. Deməli, BIOS-un mənfi cəhətləri nələrdir? BIOS strukturunda olduqda ancaq klaviatur üzərindən işləyə bilir. Maksimal 2 TB disk istəyilir. 2 TB-dan artıq disk onda sistem görmür. Nəticədə bu yeni dövrdə artıq bunu sıradan çıxmağınızla nəticələnəcək. Tamam. Demək olar sıradan çıxıb. Yəni sırf bu ekranı görməyimiz BIOS olduğu demək deyil də. Yəni bu da UEFI ola bilər. Mouse dəstəyi var. Misal UEFI-də mouse dəstəyi var. Mouse dəstəyi BIOS-da yoxdur. Legacy-də yəni yoxdur. Bunun da məhdud cəhətidir. Ondan sonra və s. belə ayırır var. Ən çox burada üstünlüyü mouse və qrafika cəhətdən UEFI çox rahatlıqla idarə edilir. Yəni biz BIOS ilə rahat işləyə biliriksə, UEFI ilə göydə işləyərik də o dərəcədə. Ümumi baxsaq buradan görək başqa nəsə demədiyim varmı? Bir də ki UEFI-da şəbəkədən networkdan boot yükləməyi dəstəklənir. Security boot kimi diaqnostika var, amma BIOS-da yoxdur. Yəni networkdan boot necə? Tutaq ki bizim 10 dənə kompüterimiz var, ya da 20 dənə kompüterimiz var, ya da 50 dənə kompüterimiz var, ya da 100 dənə kompüterimiz var. Biz buna format atmaq istəyirik, düzdürmü? Hər birinə 100 dənə bir-bir əməliyyat sistemini yüklənməyə uzun vaxt çəkir də. Biz nə edirsən? Mərkəzi yerdə server qaldırırsan. Ola bilər Bento ilə paylaşa bilərsən. Ola bilər bunu Acronis ilə paylaşa bilərsən. Əsərdə ola bilər Active Directory modelindən bu table edə bilərsən. Eyni halda gedib həmin 100 dənə kompüterə bir dənə enter basmaqla hamısıyla təbii ki oradan bir-bir gedib hamısını enter basıb ayarlamaq lazımdır. Security boot funksiyasının ondan sonra networkdan boot yükləməyin. Ondan sonra 100 ilə də eyni vaxtda əməliyyat sistemi qalxır. İndi bu day demirəm elə hər şeyi sıfırdan eləyir. Bəzi ayarları təyin etmək lazımdır. Geri buradan BIOS ayarlarını konfigurasiya etməyə. Amma bir-bir gedib eləməkdənsə daha üstündür. Həm də çox vaxt qazandırır. İndi 10 kompüterində çox vaxt keçim görsənməsə də 100 kompüterdə artıq görəcəksən ki, həqiqətən 50 dənə kompüterdə görəcəksən ki, çox vaxt üstünlüyü var. Yəni network bootun bu cəhətdən üstünlüyü də var. Bizim CMOS bateriyasından danışım. Son hardware mövzularından biridir. Qısa danışaq. Deməli CMOS ümumi vaxt və sinxronizasiyaların BIOS-un bateriya bitdiyi müddətdə ki, yaddaş ayarlarını saxlayır. Yəni hardan yüklənəcək, hansı disk göndərir, vaxt saat neçədir, belə. Bu BIOS standartında ana plataya lehimlənmiş formada olur. Bunu dəyişmək olmur. Lehim gərək Python-dan yaddan eləyəsən, uzun söhbətdir. Amma artıq UEFI-nin CMOS-u görürük ki, çıxarılıb taxılan formadadır. Dəyişir. Bir də bu CMOS-un lityum bateriyası olur. Görürsünüz ki, burada lityum bateriya var. Bu bateriyanı çıxardıb taxdıqda biz əgər BIOS-a şifrə qoymuşuqsa onlar sıfırlanır, vaxt və sinxronizasiyalar BIOS ayarlara sıfırlanır. İndi bu mövzu sadə görünsə də biraz bundan uzun danışım. Bax belə deyim. Harda bizə bu BIOS bateriyasını çıxartmağa bizə kömək ola bilər? Deyək ki, ekran görüntü vermir. Okey, razıyam. İlk olaraq HDMI kabelinə baxmaq lazımdır. Amma görürsən ki, görüntü vermir də, xüsusən personeldə görüntü vermir. Nə qədər deyirsən alınmır. Görürsən ki, hardware-də də problem yoxdur. O zaman nə etmək lazımdır yoldaşlar? BIOS bateriyasını çıxartmaq lazımdır. Biraz bir dəqiqə kimi gözləyir, təzədən tağırır. Niyə BIOS ayarları pozulduqda ola bilər
ekran görüntü seçimləri dəyişir oradan. Orada artıq ekran görüntü vermir. Nəticədə nə ola bilər? Ekran görüntü gəlməz, RAM-dan yaddan baxar problem. Amma oradan heç birində problem olmasa əgər, təbii ki, görüntü vermirsə birinci RAM-a baxmaq lazımdır. RAM-ın tozunu təmizləmək lazımdır. Amma oldu ki, orada problem olmadı. Artıq harda problema baxmaq lazımdır? Biz CMOS bataryasını çıxartıb taxmaqla vaxt eləyə bilərik. İndi deyə bilərsiniz, təbii ki, bu hər birində belə olmur da. 90%'inin belə CMOS bataryasıdır, amma bəzilərində ana plata lehimlənmişdi, bəzi fərqli ayarlarda. CMOS çipinin burada müxtəlif formadan sıfırlanma videosunu göstərim sizə. Burada personel üzərində göstərir. Notebook üzərində də əgər CMOS üzərində çip varsa, ondan da çıxardıb sıfırlaya bilirik. Şimdi baxaq buradan necə sıfırlana bilər. Demək ilk olaraq burada bir dənə jumper yerimiz var. Bura taxırıq. Bir dənə şey. Artıq BIOS ayarları sıfırlanır. Vaxt sıfırlanır, sıfırlanır. Sadəcə bunun ikisi birləşdirilir. Vaxt sonra sıfırlanır. Gözləyək. Söndürür təbii ki ilk olaraq kompüteri. İki dənə buradan buna cərəyan getdikdə artıq sinxronizasiya sıfırlanır. Gedir yine. Bu ilk sıfırlama metodumuzdur. Yeni antiplatalarda bu üsullandı. Daha sonra sıfırlama ayarında buradan bataryanın burada sim var çəkirik. Buradan batarya çıxır. 1 dəqiqə gözləyirik. Eni ilə bu da sıfırlanır. Daha sonra taxdıq. Artıq batarya sıfırlanır. Təbii 1 dəqiqə gözləmək lazımdır. Belə düyməsi olan görməmişəm. Yəni mənasız olar da. Sən ömründə bir dəfə, iki dəfə bunu sıfırlayarsan. Niyə də burada düymə qoyarsan maraqlıdır. BIOS düyməsi o heç, amma o biraz absurddur da. Daha sonra bu daha yaxşıdır. Elə hazır jumper'ını qoyublar bura. Buradan çıxardıb bura taxanda sıfırlaran, yenidən bura qaytarırsan. Bu çox yaxşıdır. Buradan bura axın gedir, buradan bura çıxıb keçirəndə artıq axın dayanır, nəticədən o sıfırlanır. O BIOS bataryasının sinxronizasiyasının sıfırlanmasıydı. Bu da adı yoldaşlar, yəni bu üsullardan başqa üsul yoxdur hələ ki. Yəni ən ideal üsullar, ən ideal dedik ki, platanın dəstəklədiyi üsullar hələ ki bunlardır. Bəzilərdə var, plata lehimlənmiş olur, oradan belə cərəyan üzərində sıfırlayırsan. Amma çox görməmişəm ondan heç. Elələr də var yəni. Ən çox BIOS sıfırlama sonrası bataryanı çıxarırsan. Daha sonra belə jumper'dır. Bir də nadirən orada CMOS bataryasının sıfırlanması düyməsi olar. Onu görməmişəm mən. Belə. Harda istifadə olunurdu? Dedik ki, vaxt və sinxronizasiyasının sıfırlanmasında. Kimsə BIOS'a şifrə qoyubsa, BIOS'un şifrəsinin sıfırlanmasında. Ekran görüntü vermirsə, hardware problemi yoxdursa sıfırlanmasında. Belə. Bu da CMOS bataryası. İndi gəlib post prosesini danışaq. Post prosesi nədir? Power on set test edir yoldaşlar. Mahiyyəti nədir? Biz misal kompüteri başlatdıqda, yəni bu power düyməsinə basdıqdan sonra artıq ROM bundan sonra post mərhələsini başladır. Post mərhələsi nədir? Power on set test edir. Hər bir qurğuya fiziki olaraq qurğulara cərəyan göndərilir. Normalının biraz üstündə cərəyan göndərilir ki, həmin qurğuların işlək olmadığı yoxlansın. Niyə normalın üstündə? Çünki normal üstündə yəni necə? Ola bilər ki, kompüter normal cərəyanda problem verməsin, amma sistem biraz daha üst oyun oynadı, daha çox FPS ayarına gələndə orada sistemin əsəbi zədəlib olmamağını yoxlamaq üçün biraz üst cərəyan göndərir ki, daha çox atırsan məsələn CPU daha çox cərəyan gəlsə, ola bilər CPU zədələnib artıq digər qurğuları da sıradan çıxara bilər. Onun üçün test olunur. Daha sonra artıq sistem bootable, bootloader mərhələsi başlanır və əməliyyat sistemi yüklənir. Post mərhələsində konkret hardware qurğularına, hard disk, CPU, fanlar hamısına cərəyan göndərir. Bax sistemi biz açırıq ha, görürsüz ki, ilk açılanda fanlar nə var işləyir ya deyir. Niyə? Çünki max modda açır ki, görək bir sistemdə problem olmayacaq. Problem olacaqsa artıq sistem açmır. Bir də bu post mərhələsində vaxt baş verir. Biz kompüteri söndürürük ya, power düyməsini seçmişsə və ya buradan Windows'dan gəlib buradan söndürürük. Shutdown yəni. Rebootda. Buradan ağarır. Sadəcə eyni ilə bu prosesi tezdən eləyir. Hər bir qurğulara sistemi söndürür, yenidən qurğulara cərəyan göndərir. Görür ki, bu heç bir problem olmadı. Ondan sonra sistemi söndürür ki, açanda da problem olmadığını təsdiqləyir. Yəni həm post mərhələsi, həm sistem açılanda, həm də sistem sönəndə proses baş verir. Belə. Və görürük ki, buradan qurğulara fiziki olaraq cərəyan göndərir. Həmin qurğuların
yoxlanması təyin olunur. Belə. İndi belə danışaq biz. Əməliyyat sistemlərindən danışaq. Çünki bundan sonraki dərs artıq format dərsi olacaq. Çalışacağam software tərəfini özünü göstərim. Hardware tərəfində isə bir dənə sadəcə o BIOS ayarlarından hissələrindən video axını göstərərəm. Deməli, əməliyyat sistemlərindən danışaq. Bizim Windows'umuz, Chromos, Linux, ondan sonra MacOS tipli əməliyyat sistemlərimiz var. Burada ən çox biz təbii ki Windows görürük, amma ümumi əməliyyat sistemlərindən danışacağım bugün. Windows nədir? Əsasən user tabana fokuslanan əməliyyat sistemləridir. Hal-hazırda bir 80% user baxımından Windows'da istifadə olunur. Server baxımından da istifadə olunsa da o qədər deyil. Amma vizuallığı baxımında digər belə baxanda ki, MacOS-dan məncə daha yaxşıdır. MacOS-un çox belə başqa bir şey yoxdur orada. Çox az da görsəm, amma MacOS-dan çox yaxşı. Məncə yaxşıdır deyim. Vizuallığa baxanda artıq indi görək də Windows 12 necə çıxaracaq. Amma Windows 11 pis deyil. Təbii ki, hamının ürəklərində bir ayrı yeri var ki, daha çox problem çıxartmayan Windows 10 Pro modelləri daha az problem çıxardırdı. İndi 11-də hələ də problemlər var, amma üstündə işləyirlər də. Ondan sonra bizim Linux'umuz var. Linux əsasən command line sətirlə işləyənlər üçün hazırlanan və user baxımından yox, serverlərə fokuslanan əməliyyat sistemidir. Nəzərə alaq Windows əvvəl kernel Linux kerneldən istifadə edirdi. Daha sonra artıq Windows öz kernelini yaratdı. Kernel nədir yoldaşlar? Kernel hardware və software qurğuları arasında əlaqə yaradan bir nüvədir. Biz kernel dedikdə deyə bilərsiniz bu driver idi axı. Bunu driver bilirdim mən. Hardware ilə software arasında əlaqə yaratan ki, biz hər hansı bir qrup tapılmadı, onun driverini yükləyirik ki, qurğu yansın. Əslində elə deyil. Əslində biz driverı kernelin fiziki qurğunu tanıtması üçün istifadə edirik ki, artıq software proqram üzərində kernel özü əlaqə quracaq. Amma hardware-də o kernel onu tanımalıdır. İndi bəzi modellər var, görürsüz, tanımır o. Ola bilər bəzi qurğular var. Windows 11-də işləmir, Windows 7-də işləyirdi. Driverini yükləyirsən, açmır. Niyə açmır bilirsiniz? Çünki artıq o kerneldən o funksiya götürülüb. Həmin driveri yükləsən də o kernelunu tanımır. Kernelunu tanımayan sonra software proqramı üzərində o əlaqəni yarada bilmir. Nəticədə həmin qurğu artıq görünmür və ya uyğun deyil kimi yazır. Belə. Dünyada da hal-hazırda danışıq 80% əsasən belə deyək ki, serverlər Linux üzərindədir. 89 yadda deyərəm, bəlkə 90 yadda deyərəm. Serverlər o qədər. Bu 10% Linux'un yox, artıq Windows'un Active Directory mühitləri əhatə edib. Amma yenə də 90%-ə yaxını Linux üzərindədir. Linux indi Unix ayrı, Linux ayrı. Unix kernel tabanlı sistemi daha çox kernel fokusu idi. Linux bunun biraz daha command line sizinə çevrildi, biraz dəyişildi. Linux Torvald tərəfindən Linux modeli yaradıldı. Linux'un open source olduğuna görə kernel'dan istifadə edib müxtəlif distrolar yaradıldı. Həddindən artıq çox distrolar var da, yəni sizə deyim. Mən 10 deyim, siz 50 düz, bir gəlib 100 deyər, biri 200 deyər belə. Yəni, open source olduğu üçün hərə biraz qırağını dəyişib, küncünü düzəldib, yeni bir distro kimi istəmək. Bir də bizim nəyimiz var? MacOS'umuz var. Təbii ki Apple'ın saldı. Çox istifadə eləməmişəm, heç çox az demək olar bir-iki dəfə bəlkə də görmüşəm, bir-iki dəfə görmüşəm. Çox da şey eləməmişəm, istifadə eləməmişəm. Amma çox iPhone tərəfi olmadığından bu Mac-dan çox da danışam biləcəm. Vizuallıq da elə kimidir. Amma işlədimlər çox təriflidir, yəni üstün performansı var deyirlər. İstifadə baxımından bu şəkil çox idealdır. Yəni Linux istifadəçisi belə bir müddət işlədiyi halda Windows biraz belə, Mac da həqiqi bu müddət. Çünki Mac-da çox fərqli bir şeylər yoxdur. Windows'da da orta mənzillidir, amma Linux-da hər şeyi sən dəyişib və konfigurasiya edə bilərsən ki, açıq open source-dur. Təbii ki, bu Linux-un açıq open source olmayanı da var. Misal Red Hat artıq Red Hat-ın RHEL də open source deyil. Təbii ki, onun Fedorası adı var, open source-dur. Amma digərləri pulsuzdur, yəni digərləri yox. Cloud fokusuna baxdıqda ən çox yenə Linux fokusumdadır. Yəni Cloud-un əsası Linux üzərindədir gəlir. 90+. Kiber təhlükəsizliyi baxımında baxsaq, eyni ilə yenə Linux tərəfdədir.
Çünki Kali Linux'un en çok cybersecurity'də istifadə olunan əməliyyat sistemi Kali Linux'dur. Adından bəlli olur ki, bu da Linux distrosudur. Bu belə əməliyyat sistemlərindən çalışdım ümumi danışam. İndi təbii ki, nə istifadə edəcəksə, bunu daxilində Windows-da yükləyib içində VM kimi virtualizasiya ilə Linux-da qaldıra bilərsən. Amma əsas hal-hazırda Steam işləyəndə serverlərdə Linux-dur. Amma belə user baxımından 90% o üstünlüyü Windows tərəfdədir. Bir də Active Directory tərəfində də üstündür. Active Directory 10%-in serverini təşkil edir də. Sistem təhlükəsizliyinin baxılmasının inteqrasiyasını cəhətdən. Bu element sistemləri yoldaşlar. İndi gəldik artıq yavaş-yavaş format hissəsi yüklənir dərsi. Onun üçün qısa toxunmalarla başlayacağım. Deməli, GPD MBR mövzusu haqqında danışacağım yoldaşlar. Köhnə təzə söhbətindən yox, biraz fərqli mövzulardan toxunarım. MBR yoldaşlar 4 primary partition dəstəkləyir. GPT artıq limitsizdir. GPT-nin MBR-ın dəstəkləyə bildiyi deməli 4 primary'si var. Artıq external kimi istifadə edirsən, o da olmur. Yəni, amma GPT-də limitsiz partition fokusu var. Daha sonra da sistemin MBR olduqda sən BIOS və UEFI istifadə edə bilərsən. Amma GPT olduqda sadəcə UEFI istifadə edə bilərsən ki, artıq bu BIOS ekranda görsənməyəcək. Əsasən mövzular bunlardır. Görün burada fərqli nə yazmışam mən? Hə. Bit deməli buradan bunu dediyim 35-ci istifadə edir. MBR partition table cəhətdən 32 bitdən istifadə edir table'ını. GPT isə 64-dən istifadə edir. Sistem bu GPT MBR ümumi nədir yoldaşlar? Belə deyək ki, sistemin hardan yüklənəcək? MBR bu da gəlib deyir ki, sən bu partitiondan bunu yükləyəcəksən, buradan belə olacaq. Ümumi sistemin hardan yükləyəcək, hardan backup filelər var, yadlar, ayarlar bunun üzərindən təyin olunur. Başqa buradan görüm nəsə fərqli, nəsə demişəm, başqa nəsə yadımdan çıxan mövzu var. Hər mövzunun sadəcə 2 terabayt ola bilər burada. MBR üzərində. Başqa da belə, başqa da burada başqa bir şey yoxdur. Yəni MBR GPT mövzusunda. Ümumi danışsaq yenidən sadəcə MBR təzə, MBR köhnə GPT təzədir. Bu mövzunu qırağa ataq. Yəni bu intervyuda da sual versələr bu cavabı demiyoruz. Biraz nito çıxır. Diyoruz ki, MBR daha çox BIOS fokusu getdiyi halda, həm BIOS UEFI dəstəklədiyi halda GPT sadəcə UEFI dəstəkləyir. MBR əsas 4 primary partition dəstəklədiyi halda əsas, amma GPT burada sadəcə 128-dən daha çox limitsiz partition dəstəkləyə bilir. Ondan sonra MBR 64 bit girişindən istifadə edir. GPT isə burada bu əməliyyat sistemi CPU biti deyil, senin yüklənmə baxımından da. Bu təbii ki sürətə də buradan göstərir. Ondan sonra bir partitionın maksimal həcmi 2 terabayt ola bilər MBR-da. GPT amma limitsizdir. Belə, indi də fayl sistemindən danışaq yoldaşlar. GPT MBR mövzusuna toxunduq. Bu sistemin hardan yüklənəcəkdir? Daha sonra fayl sistemi gəlir. Fayl sistemi nədir? Ümumi faylların və qovluqların qaydalarının necə işlənəcəyi, hansı struktur üzərinə qoyulan çərçivə və qaydalardır. Fayl sistemə baxanda bu Windows fayl sistemindən danışacağıq. Çünki Linux-a danışmağa ehtiyac yoxdur. Windows fayl sistemində NTFS, FAT32, exFAT əsasən üstündə istəyilir. Yine FAT32'dən danışsaq, FAT32 ilk çıxan fayl sistemlərdən biridir. Hal-hazırda bəzi yerdə istifadə olunur. Desək ki, CD kartlarda əsasən kolonkalarda ya da maşın kolonkalarında FAT32 dəstəkləyir. Bunlar ancaq FAT32 olmalı. Niyə FAT32? FAT32 əvvəl ancaq bir sektor saycının 4 GB-dan artıq olanda istifadə oluna bilmir. Yəni sənin 64 GB fleşkan var. Burada 64 GB fleşkan varsa, sən onun içine 5 GB bir dənə ISO image ata bilməzsən. Niyə ata bilməzsən? Çünki bu sektor problemdir. Yəni sektor maksimal 4 GB dəstəkləyir. Daha sonra deyirsiniz bu niyə bu əvvəl istifadə olunur? Çünki əvvəl bir ISO kimi ya
bir formatda həyatda ISO-ların həcmi azı idi. 2.5, 3 idi. Maksimal 4-ə yaxın idi də, 4 deyildi. Onun üçün fotosu problem deyil. Amma fotosu indi nə problemdir? Artıq ISO-ların həcmi də artıb. Xüsusən format mövzusunda fotosundan istifadə table da dəyişib. Həm də yüklənən faylların sayı da çoxdur axı. Yəni 4 GB, 10 GB nəsə bir şey ata bilsən, sənin 1 TB diskin var, ata bilmirsən. Nəticədə nə olur? Problem bir də ki, təhlükəsizliyini təmin etmək olmurdu. NTFC bu size problemi də aradan qaldırır. Yəni 64 GB fleşkan varsa, boş yer varsa, 64 GB-da da eyni bir fayl varsa onu ata bilərsən. Size problemi yoxdur. Daha sonra deyim ki, qovluq strukturu üzərində təhlükəsizliyi təmin edə bilərsən. Belə Xfat da bunların keçid kimi danışa bilərik. Xfat da Linuxdan, Windowsdan macOS'a keçiddə istifadə olunur, yəni problem çıxartmır. Elə Linux'un da özündə də Xfat problem çıxartmır. Belə başqa buradan görüm nədən danışım. Danışmıyorum. Ümumi indi gəlib burada necə baxmaq olar? Misal siz dedim FAT32 atırsan 4 GB getmir də. Bu nə bilim bu FAT32-dir. Bu nə bilim ki bu Xfat'dır. Bu nə bilim ki bu GPT-dir. Əsasən biz necə baxırıq flashka üzərindən. Gəlsəm telefon üzərindən bir dənə disk atmışam buradan. Buradan gəlib USB drive-ın üstünə vururam. Buradan properties eləsəm. Buradan biz bunun üzərində heç nə təyin olunmuyor. Mən də bunu necə eləmişəm? Telefon üzərindən rootdan 6 GB size atmışam burada. Ona görə belə göstərir. Bunun üstünə vursam, yəni formatting eləyək. Bax, buradan belə bir bənzər atılır. Format hissəsinə gəldim. Burada nə deyir? FAT32-dir. Okay. FAT32 eləyib start yazıram bunu. Qapatıram. Görürəm ki, mən FAT32 bir dənə diskim yarandı. İndi gəl bunun dedim ki 4 GB-dan artıq ata bilmirəm. 6 GB-lıq mənim fleşkam var. Görsün. İndi gələk buna nəsə atmaq istəyək, sayda çox olan. Dokumentə gəlsəm burada görüm yüklü nəyim var mənim. Rehli var. Güzel. Elə bunu ataram, sonra da silərəm. Buradan gəlib atmaq istəyirəm. Nəyə? D-diskinə. İkinci pəncərə kimi açım buradan. D-diskinə. Gəlib bura atmaq istədikdə 6 GB yerim var. Yox. Bunu atamayacağım. Nəyə görə? Çünki elə bunun ümumi sayı 10 GB-dır. Elə ona görə bunu bizdən silək buradan. Bunu buradan silək. Bir başqa mənim desktopda downloadda bir dənə size'lı çox olan bir 4 GB-dan çox bir şeyimiz var yoxsa? Hmm, 4 GB-dan çox olan bir şey. Hunter hazırdan ziyadəkan 4 GB-a qədər bizə bir şey lazımdır. Görün buradan dokumentdən başqa telefondan ikinci diskə qoşum. Mən normalda telefondan format edirəm. Görün ikinci diskə qoşanda problem verəcək buradan. Nə deyib? Eyni anda mən ikisini yerə qoşa bilərəm. Onda belə eləyim mən. Bunu eject eləyim, çıxardım. Görsəm bəlkə bu. 2 dəqiqə gözləyin. Telefonu təzədən qoşum. Bu 60 GB biz görsəm bəlkə. Asıldı ki. Bu telefondan əlavə diskim götürmüşəm. Buradan mənim 4 GB size olan bir gözləm. Bunu götürüm atım desktopa. Çıxdı, insert oldu disk. Buradan deməli gəlsəm bunu copying eləyəm, atam desktopa. Ama telefondan olanda sürət də pis olmur ha yoldaşlar. Yəni Bluetooth'lu bir telefon işlətsəz, format üçün fleşka işlətməyə ehtiyac yoxdur. Bunu necə eləyirlər, ya videosunu çəkərəm, ayrı bir playlist olar.
əlavə. Yəni bunu heç disk qayd eləmək istəmirəm bu videolara. Yazmışlar. Deməli bunu attım buradan. İndi mən bunu ejectləyim çıxardım. O birisi disk taxımları görsün bunu. Gəlin buradan. Hı. İndi D diskim var da mənim. Üstü. Desktop'a gəlin bunu copying eləyək. Gəlirəm buradan D diskinə. Mənim nə qədər size'ım var? 6 GB-da düzdür. Bura atmaq istəyirəm bunu. Təsəvvür edirəm gedir. Yox getmir. Zərafət edirəm gedəməz. Deyir yaddaşda problem var. Deyir saç çatmır. Sistemcətdən dəstəkləmir. Bu problem nəyə görədir? Fatos işə görədir. Fatos işi olduğundan problem çıxardır. Amma mən gəlsəm buradan həmin üzərinə burada vursam gəlib formattingdən eləsəm bunu intisi start eləsəm içindəkilər də silinəcək, silinsin görsün bir şey yoxdur. Bu intisi oldu. Gəlsəm indi bunu bunun içine atsam artıq gedəcək. Niye? Çünkü artık ben file sistemi dəyişdim. Hiss etdim ki, NTVC-də bu qayda yoxdur da, yani ki, size problemi deyilən bir şey yoxdur. Nə qədər yeri varsa, o qədər size'ın var sənin. O qədər həcmdə fayl ata bilərsən. Bu belədir. Buradakı görürsüz sürət axımının səbəbi həm USB 3.0 portdur. Yəni sizin sürətli bir fleşkası olsa onu 3.0 taxanda o artıq oradan şeylə gedəməyəcəkdir. Yəni belə deyim, sizin nə qədər sürətli maşınınız olsun, yol keyfiyyətli olmadıqdan sonra o sürəti alamazsan onu. Eynilə bu da. Buradan indi bunu attım bunu buradan. Gəlsəm buradan çıxardaq. Belə. Görürük ki buradan 1.26 GB bir yerim qaldı. Həmin ISO-da bunun içine çıxdı. İndi bunu mən siləcəyəm bundan sonra. Buna ehtiyac yoxdur. Bunu silim buradan. Okay, bunu silək. Deməli qayda slaytda görək hansı mövzular qaldı. Format keçiş göstərdiyim XFAT, NTFC, Fotoscan ayarlarını göstərdim buradan. Başqa görəm burada nə qaldı? Başqa deyilsin yoldaşlar. Bu dərsi də burada bitirirəm. Növbəti dərsdə görüşənə qədər Allah'ım onda.